Salam əziz izləyicilərim, xoş gəlmisiniz Xatirə mətbəxə. Mən bugün bol meyvəli piroq hazırlayıram. Sizinlə də bölüşürəm. Nə qədər ki bol meyvə var, bol hazırlayıram həmişə mən. Siz də hazırlayın, çox dadlı olur, ləzzətli olur, ətirli olur. Qışda pavedli ilə, cemlə hazırlayırıq. Yaydan bax təzə meyvələrlə, bütün meyvələrdən hansı meyvəni istəyirsiniz əlavə edin. Ailənizə görə bişirirsiniz, məsələn hansı soba listində bişirirsiniz, ona dair meyvəni eləyir. Mən burada gilas, vişnə, böğürtkan, ərik hamısından əlavə eləmişəm. Çox da dadlı, ləzzətli piroq alındı. Qəşəng qoyursan soyuducuya, sərin-sərin ləzzət verir. Cavalıya qədər. Cavalını da bol. Yəni bol meyvəli xoşlayıram. Meyvə mən bişirəndə meyvəli piroğu elə belə yalandan meyvə əlavə eləmirəm. Böğürtkan mürəbbəsi bişirirdim. Elə ondan da şəkər tozu ilə bir yerdə götürdüm. Əlavə elədim xəmirinə böğürtkanı. Böğürtkan da bilirsiniz ətri gözəl olur, ləzzətli olur. Reseptin dəqiqliyi ilə qeyd eləyəcəm. Yumurtadır, şəkər tozudur, duru yağdır, sonra kəsmidir. Evdə nə var əlavə eləyirəm. Ondan vanilin, hər şeyin qabartmasın. Qəşəng gözəl piroq alınır. Evdə nə var? Mən ondan ötürü nə dükana getmirəm. Meyvə alandan sonra evdə olan ərzaqlarla qəşəng bir yekə soba listi ilə eləyirəm. Uşaqlar 2 gün yeyirlər. İnşallah siz də hazırlayın. Çox ləzzətli olur, dadlı olur. Meyvənin hərəsi bir cür dad verir. Biri şirindir, biri turşməzədir. Ətirləri qarışır bir-birinə. Vişnənin bilirsiniz çox gözəl ətri var, əriyin, hər meyvənin özünə görə böğürtkanı. Onlar da hamısı qarışır. Xəmirdə çox gözəl dad və ətir əmələ gətirir. Onun da əlavə eləyirəm. Qəşəng bir list, böyük listlə bir piroqu hazırlayıram. İnşallah gələn dəfiyə şeylə eləyəcəm. Yəni başqa meyvə ilə, çiyələ ilə eləyəcəm piroq, yenə də çəkiliş eləyəcəm. Çiyələ ilə də ləzzətli olur. Bir də kəsmi olanda evdə, adi şiçyorda olsa əlavə edin, çox dadlı olur, ləzzətli olur. Xəmiri hazır oldu, qəşəng yağlı kağızın üzərində xəmiri əlavə edirəm qaba. Meyvələri necə istəyirsiniz, düzüm böğürtkanı xəmirə əlavə elədim, bir də cavalını. Ondan qalan bu üzərindəki vişnədir, gilasdır, ərikdir. Yığıram üzərinə. Qoyuram, qəşəng hardasa bir 170-160 dərəcədə vamla ki, meyvənin suyu çıxır. O meyvənin suyu orada quruyana qədər bişsin. İti yəni xodda bişirmək olmaz. Meyvələr sulu qalsa yaxşı alınmaz. Bax gördüyünüz kimi görürsünüz ki, elə bir meyvə quruyub üzərində, bişib, suyu da qurudu. Hazır oldu, çox ləzzətli, görünüşü də gözəldir, ətri də, dadı da. İnşallah siz də bişirin, hələ ki təzə meyvələrin mövsümüdür. Hazırlayın hansı meyvədən. Neçə cür meyvəni də qata bilərsiniz bir-birinə. Tək-tək də bişirə bilərsiniz. Məsələn, tək tutaq ki, əri ilə bişirin, çiyələ ilə bişirin. Dadlı olur da, amma mən assorti eləmişəm də bütün meyvələrdən qarışdırmışam. Hətta mürəbbə bişirəcəyim meyvədən də götürüb xəmirinə əlavə eləyirəm. Çox ləzzətli, dadlı, ətirli piroq alındı. Zəif xodda bişirdiyimə görə də əməlli başlı piroq, meyvə, yəni o dərəcədə belə sulu qalmır da. Siz də inşallah bişirin, sağ olun, sağlıqla qalın.